9-cu sual. Ədədi 17-yə böldükdə natamam qismət 3, qalıqda 16 alınır. Bu ədədi tapın. Birinci 17-ni vururuq 3-ə, o da eləyir 57. 51 üzr istəyirəm, 51. 51-in üstünə də 16 gəlirik. Çünki 16 qalıq deyir. O da eləyir 67. Cavab D variantı. İkinci sualda deyir, ədədi 19-a böldükdə natamam qismətdə 3, qalıqda isə 14 alınır. Bu ədədi tapın. Bunu da həmin qədər 19-u vururuq 3-ə, eləyir 51, 57. 57-nin də üzərinə gəlirik 14. O deyilir 71. Cavab Y variantı. Üçüncü sual. Ədədlərin hansı 18-ə qalıqsız bölünür? Burada variant C 2-yə və 9-a bölünən ədədlər, 2-yə 9-a bölünən ədədlər də C variantındadır. Çünki 2-yə sonu cütlə bitməlidir. 1-lə bitib, A1-lə bitib, o getdi. D 5-lə bitib, o getdi. Y 5-lə bitib, o getdi. Ədədlərin, rəqəmlərin cəmi 9-a bölünürsə, həmin ədəd 18-ə bölünür. O da C variantı. 4-də deyir. 4-də deyir ki, ədədlərin hansı 15-ə qalıqsız bölünür. 15-ə qalıqsız bölünmənin qaydası 3-ə həm də 5-ə bölünmə. O da variant D variantı. Deyir ki, x-in hansı qiymətində ədədi 9-a qalıqsız bölünür. 9-a qalıqsız bölünmənin nətər idi? Rəqəmlərin cəmi 9-a bölünən ədəd 9-a bölünür. Orada da 5-də də Y variantı olur. Gəlin hesabla 2-nin üstünə 4 gələndə 6, 6-ın üstünə 3 gələndə 9, 9-un üstünə 5 gələndə 14, 14-ün üstünə 4 gələndə 18. 18 9-a qalıqsız bölünür. Cavab Y variantı. 6-da deyir, ədədi 8-ə böldükdə qalıq hansı ədəd ola bilməz? Ədədi 8-ə böldükdə 8-dən böyük olmamalıdır. Qalıq 8-dən böyük olmalıdır. Burada B variantıdır. Keçdik 7-yə. 2-yə və 5-ə tam bölünən ədədi göstərin. 7-də Y variantıdır. Niyə? D bölünmür, çünki sonu 5 ilə bitib. B bölünmür, çünki sonu 5 ilə bitib. A da bölünmür 5-ə, çünki sonu 8 ilə bitib. C bölünmür 5-ə, çünki sonu 2 ilə bitib. Cavab Y variantı. 7Y. 8-ci sualda deyir, ədədlərdən 2-yə və 3-ə tam bölünənləri göstərin. Birinci sonu cüt olanları tapırıq 2-yə bölünməsi üçün. Sonu cüt olmayanlar çıxar, çünki cüt olmayanlar 2-yə bölünmür. Y-dən C çıxdı. Burada A variantıdır. Çünki A-da rəqəmlərin cəmi 3-ə bölünür. A variantı. 9. 9-da deyir ki, kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Hər birinin qiyməti 2 manat artarsa, hər birindən bir ədəd alması üçün nə qədər pul lazımdır? Burada 3 dənə mal var, kitab, dəftər, qələm. 3-ü vururuq 2-yə, eləyir 6. Vururuq 2-yə, eləyir 6. Sonra 16-nın üzərinə 6 gəlirik, o da eləyir 22. Cavab Y bəndi. 10 asan suallarda ədədlərdən neçəsi təkdir? Sonu tək ədədlər qutarır. 55, 63, 303, 399, 1, 2, 3, 4. D variantı, 4 ədəd. 11-də deyir, ədədi 7-yə böldükdə qalıq hansı ədəd ola bilməz? 8. Niyə? Çünki ədədi 7-yə bölündə qalıq özündən böyük olmamalıdır. Cavab B variantı. Ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 643 ulduz 4 rəqəmli ədədi 9-a qalıqsız bölünsün? Burada 6-ın üstünə 4 gələndə 10, 10-un üstünə 3 gələndə 13. Burada C variantı olacaq, 13-ün üstünə 5 gələndə 18. 18-də 9-a qalıqsız bölünür, 12C. 13 də həmin qaydada 9-a qalıqsız, 5-in üstünə 6 gələndə 11, 11-in üstünə 2 gələndə 11-in üstünə 2 gələndə 13, 13-ün üstünə 5 gələndə yenə də 18, 9-a qalıqsız bölünür. Burada Y variantı, 13Y. 14-də deyir, 630 ədədinin neçə müxtəlif sadə vuruğu var? Birinci 630-u 14. 630-u birinci sadə vuruqlara ayırırıq.
2, 2'ye bölündü. 3, 1, 315. 315'i də 3'ə bölürük. O delir 105. 105'i də 3'ə bölürük. O delir 3, 35, 35'i 5'e bölürük. 7, 7 de 1. Demek burada müxtəlif olan 2, 3, 5, 7. Neçə oldu? 4. Cavab C variantı. 14'te. O 5-ci sualda deyir 38 vur 57 üstə 42 vur 57 çıxsın 38 vur 37 vur 42 vur 37 ifadəsinin qiymətini hesablayın. Burada belə eləyirik. 38 vurulsun 57 üzerine gelsin 42 vur 57 çıxılsın 38 vur 37 çıxsın 42 vurulsun 37. Bunda indi biz mörtəzə xərcini çıxardacağıq. Birincidə 57 vur 38 üstə 42 42. Sonra bundan çıxaraq 37 vurulsun 38 üstə vurulsun 42 üstə bəli üstə 42 bərabərdir. 57 vurulsun 80 çıxılsın 37 vurulsun 80. Bu da bərabərdir. 80 vurulsun 57 çıxılsın 37. Burada eləyir 80 vur 20. 1600. 1600 hansı variantdır? Y variantı. Cavab Y. Keçdik 16-cı suala. 54 vur 37 üstə 46 vur 37 çıxılsın 54 vur 24 çıxılsın 46 vur 24 ifadəsinin qiymətini hesablayaq. Bayaq elədiyimiz kimi ortaq vurub çıxardacağıq. Yazacağıq. 37 16 16-cı sual. 37 vurulsun 54 54 üstə 46 çıxılsın 24 vurulsun mörtəzə 54 üstə 46 46 bərabərdir. 37 vur 100 37 vur 100 çıxılsın 24 vur 100. Bu da bərabərdir. Bərabərdir. Ne yazın? Bunda da 100 vurulsun 37 çıxılsın 24. O da bərabərdir. 100 vurulsun 13. Cavab 1300. 1300 hansı variantdadır? C variantı. Keçdi 17-ci sual. 17-ci sualda deyir ki, əkob 19-38 çıxılsın əbob 12-13 fərqini hesablayın. Burada əkob biri digərinin bölənidir. Ona görə əkobda digərinin böləni olanda ən böyük götürür. Əkob bərabərdir 38-ə. Sonra əbobda qarşılıqlı sadə ədədlər 1-ə bərabərdir. Yazırıq əbob bərabərdir 1-ə. Bunlardan bizim fərqini istəyir. Yazırıq 38 çıxılsın 1 bərabərdir 37-yə. 37 hansı variantdadır? B. Cavab B. 18-ci sual. Əkob 30-54, əbob 30-54. Birinci yazırıq 18-ci sual. Yazırıq ki, 30-un sayada vurğuları ayırırıq. 2, 15, 3, 5, 5, 1. 54 ayırıq. 54, 2, 27, 3, 9, 3, 3, 3, 1. İndi bunlardan bize bunun əbobu 6'ya bərabərdir. Əkobu isə əkob 2
270'ə. Bizdən bunların nəyini istəyir? Fərqin. 270 çıxılsın 6 bərabərdir 264. 264 hansı variantdır? 18 isə B variantı. Sualda deyir. Bölünəni 4 dəfə azaltdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın. Bölünəni artanda qismət artır, azaldanda qismət azalır. Biz bölünəni 4 dəfə azaltdığımıza görə cavab D bəndi olacaq, 12 dəfə azaltmaq. 20. N-in hansı qiymətlərində əkop N 10 bərabərdir 10 bərabərdir. Burada əkop 10-dursa, deməli onun bölənləri lazımdır. O da D variantı.